sənə ayıb olsun, ay bala. Ayıb olsun sənə, utan xəcalət çəkkinən. Ayıbdır, doğrudan ayıbdır. Ayıbdır, ay bala, ayıbdır. Yığışın özünüzdə tərbiyəviz, qanacağınız olsun. Bu nə tərbiyə verməkdir? Bu nə bala, bu nə də? Bu nə hərəkətdir? Bu nə deməkdir? O nə deməkdir? Mən bilmirəm də nə deməkdir. Mən də deyirəm ki, bunun qarşısını kimsə almalıdır, yoxsa biz, yəni bu qədər aciz olduq ki, Sizdən mən xahiş edirəm. Bax, mən buradan sizdən xahiş edirəm. Onların heç birini efirə buraxmayın, ay kişi. Deməli, biz bu yaşa gəlib çatmışıq. Bu boyda eşq ilə, sevgi ilə zulüm çəkmişik, zillət çəkmişik. Bayaq bacı deyir. Ona görə gəlmişik ki, kimisə nəyinsə bizə belə yedizdirməli. Bu nə deməkdir? Hamı bəyənməlidir mi o qadını? Niyə bəyənməliyik ki biz onu? Yox da Kəmalı özü də başa düşür ki, o... Mən buradan bütün televiziya rəhbərlərinə deyirəm. Əgər bizim sənətimizə bir damcı hörmət edirsinizsə, əgər bizə bir balaca hörmətiniz varsa, biz də sizə görə dururuq, tezlərindən yuxumuza haram qatırıq, xəstə bilmirik, sağlam bilmirik, işimiz var, evimizdə ölü var, diri var, onu bilmirik. Sizə görə, tamaşaçıya görə, sizə olan hörmətimizə görə bura gəlirik. Biz sizdən xahiş edirik. Bizi efirlərdə görmək istəyirsinizsə, belə əxlaqsızları efirə buraxmayın, xahiş edirəm sizə. Belə tərbiyəsizləri efirə buraxmayın, ha kişi.